Deməli, uşaqlar 2026-cı ilin sınav imtahanı sualların izahına baxaq. Maqnezium ortofosfat üzərinə gəlsin, karbon üzərinə gəlsin, silisium var ki, bilirik ki, ağ fosforun alınma üsuludur. Burada alındı P4, kalsium metasilikat və CO. Ağ fosfor maqneziumla reaksiyasına maqnezium 3P2, maqnezium 3P2-nin də H-xlorla reaksiyasına maqnezium xlor 2 üzərinə gəlsin pH3. Deməli, bizim Z maddəmiz pH3, yəni fosfin qazıdır. İndi baxaq, Z maddəsi üçün, yəni fosfin qazı üçün doğru olmayan ifadələr. Havada öz-özünə alışıb yanan qazdır, bəli, doğrudur. Molekulunda 3 atom var, yanlışdır, 4 atom var. Molekulunda 3 polymer kovalent rabitə var, bəli, yoldaşlar. Bir fosfor atomla 3 dənə hidrogen atom birləşir. Deməli, 3 də doğrudur. Molekulda hidrogen oksidləşmə dərəcəsi -1-dir. Hidrogen, yoldaşlar, qeyri-metalla müsbət oksidləşmə dərəcəsi göstərir. Bir dənə bor və silisiumda -1 oksidləşmə dərəcəsi göstərir. Ona görə 4 də yanlışdır. Sualın düzgün cavabı 1 ilə 4, 61-də eləyəcək. Deməli, 1 ilə 4 niyə? 2 ilə 4. 2 ilə 4 yoldaşlar, üzrü sayın. Sualın düzgün cavabı 2 ilə 4 elədi. D variantı. 62-ci suala baxaq. Hansı reaksiyalarda etilen glikol əmələ gəlir? Deməli, bu çox güman budur. Etilen oksidin su ilə reaksiyasından, bəli yoldaşlar, etilen glikol əmələ gəlir. CH2OH, CH2OH. Biri birdir. Alkanların dihalogenli törəmələrinə, alkanlardır, yoxsa bu alkan olun. Bu, yəqin ki, alkanların dihalogenli törəmələrinə kalium OH spirtdə məhluluna təsir etdikdə, burada spirtdə məhluluna yoldaşlar təsir edən zaman spirt alınmır. Ona görə 2-ni buradan çıxa bilərik. Qaydanı yadımıza salıb. 2 getdi, 2 getdi. Biri götürməliyik. Etilenin kalium permangan iştirakının oksidləşməsindən, bəli, etilen glikol alınır. Sualın düzgün cavabı 62-də eləyəcək A variantı. Keçək 63-cü suala. Deməli, bizə verib alkadiyen 1 molun tam yanmasından. Yoldaşlar, özümüz üçün bir alkadiyen götürək. Məsələn, propadiyen CH2 2 qat rabitə, C 2 qat rabitə, CH2. Hibridləşmə burada nədir? SP2, SP və SP2. 3 hibrid orbital burada, 3 hibrid orbital burada, 6, ikisi də burada, ümumilikdə 8 hibrid orbital var. 1 molun tam yanmasına, yoldaşlar, C3H4-ün 1 molun tam yanmasına nə qədər su alınır? 2 mol su alınır. Deməli, enim 2-dir. Hibrid orbitalların sayı 8-dir. Enim 2 olanda 8 olan cavab. Enim 2 olanda 8 olan cavab 63-də cavab eləyəcək A variantı. Davam eləyək 64-cü sualla. Molekulunda eyni sayda karbon hidrogen rabitəsi olan maddələr göstərin. Eyni sayda. Etilen formuna baxaq yoldaşlar. Etilen C2 qat rabitə, CH2 2 qat rabitə, CH2. Bu etilendir. Etilendə karbon hidrogen göz görəsi neçədəndir yoldaşlar? 4 dənə. Bir də artıq burada bizim gözümüzə görsənir metan. Bax, metan nədir? CH4. Bir karbon atomuna 4 dənə hidrogen atom birləşir. Yəni, CH rabitəsi 4-ə bərabərdir. Cavab 1 ilə 4, 64-də eləyəcək A variantı. Rahat suallardır. Gələk 65-ci suala. X, Y, Z arasında. Baxaq yoldaşlar, C2H4 verilib, oksigen qazı verilib və CO. Kütləsi M mol miqdarı. Yoldaşlar, bax, kütləsində hər birinə M verib, M verib, M verib. Mol miqdarı M-nə X, M-nə Y, M-nə Z verib. İndi kütləsi C2H4 nə qədərdir? 28. 28-in kütləsi, yəni 28-i 1 moldursa, buradan X bərabərdir, M bölünsün 28-ə. Burada 32. 32-si 1 moldursa, Y bərabərdir, M bölünsün 32. Burada yenə 28-ə nə qədərdir yoldaşlar? 1 moldur. Onda buradan Z bərabərdir, M bölünsün 28. Yoldaşlar, aydındır ki, X bərabərdir Z-ə, X ilə Z bir-birinə bərabərdir. Aydındır ki, Y bunlardan kiçik olacaq. Çünki sürətləri bərabər olan kəsirlərdən məxrəci böyük olan kiçik olur. Onda sualın düzgün cavabı 65-də eləyəcək Y variantı. Davam edək 66-cı sualla. Hansı reaksiya birləşmə reaksiyası deyil, elə cavab Y variantı. Yadınızda saxlayın, bu C3H8-dir. Alkanların xlorlaşma reaksiyaları tipinə görə əvəz etmə reaksiyalardır, yoldaşlar. Alkanlar birləşmə reaksiyalarına daxil olmur. 67-ci sual. Bu da məşhur, yəni çox istifadə olmuş suallardandır. Turşunun 0,1 molunun hər hansı bir turşudur. Tam neytrallaşmasına 200 qram 5,6%-dir. 200-ün 5,6%-ni hesablayırıq.
Burada nə qədər eləyir? Deməli 12 bir yadda 11,2. 0,1 molunun 0,1 mol turşu ilə 0,1 mol turşu ilə 11,2 qram deməli kalium OH neytrallaşırsa, 1 mol ilə 112 qram kalium OH, yəni 2 mol kalium OH neytrallaşır. 1 mol hər hansı bir turşu ilə deməli 2 mol kalium hidroksid tamamilə neytrallaşır. Yoldaşlar, tam neytrallaşmada H sayı OH sayına bərabər olmalıdır. Əgər burada OH varsa, deməli burada X2 imiş. Yəni bu 2 əsaslı turşuymuş. O da sualın düzgün cavabı 67 eləyəcək. C variantı. Davam eləyək 68-ci sualına görə bizə nə verib? Deməli, verib pirit, dəmir S2, piritin yanma təmliyidə alınır dəmir 2O3, üzərinə gəlsin SO2. İndi baxaq yoldaşlar. Dəmir müsbət 2, kükürdə qalır mənfi, mənfi 2, müsbət 3, mənfi 2, müsbət 4. Gəlin baxaq. Dəmir müsbət 2-dən dəmir gəldi müsbət 3-ə. Oksidləşmə dərəcəsi artıb. Elektronu verib. Deməli, reduksiya edicidir, oksidləşir. Kükürt mənfi 1-dən, kükürt gəlir müsbət 4-ə. Elektronu verir. Deməli, reduksiya edicidir, oksidləşir. Oksigen 0-dan, oksigen gəlib mənfi 2-yə. Elektronu alıb oksidləşdiricidir, reduksiya olunur. Bizdən də soruşur ki, oksidləşir, deməli, cavab dəmirlə kükürt. Dəmirlə kükürt, elə 68-də sualın düzgün cavabı eləyəcək A variantı. Davam eləyək 69-cu sual. Kalium, natrium, SO4 hansı tip duzlara aiddir? Yoldaşlar, 2 dənə metal atomu varsa, bu 2 qat duzdur. 70-ci sual. Fotosintez prosesinin dedik ki, tənliyini artıq əzbər bilin. 6 mol karbon qazı, 6 mol karbon qazı, üzərinə gəlsin 6 mol su. Buradan alınır glikoza, yəni C6H12O6, üzərinə gəlsin 6 mol oksigen. 12 mol karbon qazı udulmuşsa, neçə qram glikoza? 12-yə x qram glikozadır, 6 mola da 180 qram glikoza. 2 dəfə artır, deməli 360 qram glikoza. Gələk 71-ci suala. Hansı alkil bromidin? Alkil bromid. Natriumla reaksiyası. Yoldaşlar, alkil bromidin natriumla reaksiyası Würz reaksiyasıdır. Burada alınır alkan, üzərinə gəlsin natrium brom. R2-dir, bura 1-2 yazdıq, brom 2-dir, bura 1-2 yazdıq, natriumla da 2 yazdıq. İndi yoldaşlar, 2,3 qram natriumla 2,3 qram natriumla reaksiyasından 4,3 qram alkan alır. 2 vurulsun 23-ə nə qədər alınacaq? Bir T qram desək, buradan T bərabərdir. Neyniyib? 2-yə bölüb, yox, 10-a vurub, 2-yə vurub da, 10-a vur 43, 2-yə vur 86. Deməli, bu alkan 14N topla 2 bərabərdir 86-ya, 14N bərabər 84-ə, N də bərabərdir 6-ya. Deməli, yoldaşlar, bizdən amma alkil bromidi soruşur. Yoldaşlar, əgər bu alkanda 6 karbon varsa, deməli, başlanğıcdakı alkanda C3 imiş. Yəni 3 karbon, yəni propil bromid. Sualın düzgün cavabı 71-də eləyəcək D variantı. Sadəcə keçdiyimiz qaydaları təkrar edirik. 72-ci sual. X qələvi metaldırsa, hansı reaksiyadan duz alınır? Məsələn, X qələvi metaldır, turşularla reaksiyasından, məsələn, natrium 2O, natrium xlor plus su. Burada natrium xlor duzdur. Elə deməli, biri 1-dir. Natrium H-xlorla reaksiya daxil olur. Biri də 2 natrium xlor alınır. Yoldaşlar, qələvi metal qələvi ilə əsası xassələr birləşmə, əsası xassələr birləşmə ilə reaksiya daxil olmaz axı. 72-də sualın düzgün cavabı eləyəcək A variantı. İndi 10 mol mis 2 nitratdan neçə mol Y maddəsi və neçə mol Z maddəsi almaq olar? Bu nədir? Mis 2 nitrat parçalanır. Hə, mis 2 nitrat parçalanır. Yazaq. Mis NO3 2 dəfə. Yoldaşlar, mis 2 nitratın parçalanmasına mis 2 oksid, üzərinə gəlsin NO2, üzərinə gəlsin O2. Azota 1,4, bura 1,2, bura 1,2. İndi yoldaşlar, burada alınan hansı maddədirsə natrium karbonatla. Aydın ki, bu NO2 maddəsi imiş ki, X maddəsi, NO2 maddəsidir ki, bu natrium karbonatla reaksiya daxil olur. Bu reaksiyanın alınır natrium NO3, üzərinə gəlsin natrium NO2, üzərinə gəlsin karbon qazı. İndi baxaq. 10 mol mis 2 nitratdan neçə mol Y maddəsi? Yoldaşlar, tapdıq ki, X maddəsi, bir dənə gözünü görün. X maddəsi neçə mol Y və neçə mol Z maddəsi almaq olar? Aha,
Bir dənə gözlə, bunun 2 molundan əgər 4 moldursa, 10 molundan 2 dəfə az olur da. 2 molundan 4 moldursa, 2 molundan 4 mol alınırsa, 10 molundan 20 dəfə, deməli neçə edəcək? 40-20. 20 mol NO2 alınır. İndi bizdən nə soruşur? 10 mol mis-2 nitratdan neçə mol Y, bizdən Y vəziyyət maddələrini, yəni natrium nitratla natrium nitriti soruşur da yoldaşlar. Deməli, onda biz burada reaksiya tənliyini əmsallaşdırmalıyıq. Gəlin əmsallaşdıraq, bir dənə baxaq, natrium karbonat, natrium 2CO3, üzərinə gəlsin NO2. Bu reaksiyadan alınır natrium NO3, üzərinə gəlsin natrium NO2, üzərinə gəlinsin, deməli, nə? Karbon qazı. Mütləq əmsallaşdırmaq lazımdır. Azot müsbət 5-dən, müsbət 5 nədir? Azot müsbət 4 oksidləşmə dərəcəsindən, mənfi 2, müsbət 5, mənfi 2 və müsbət 3 oksidləşmə dərəcələrinə gəlir. Bir dəfə 1 elektron verir, bir dəfə 1 elektron qəbul edir. Deməli, heç nə yazmağa ehtiyac yoxdur. Onda oksigenlərə bir dənə baxaq. Deməli, karbon qazım, deməli, oksigenim nə qədərdir? 4-7 oksigen var. Bir dənə baxaq. 7 oksigen var. Onda mən bura bir 2 yazsam, oksigen 7, azotlar da düzəldi. Heç nə yazmaya ehtiyac yoxdur. Yoldaşlar, NO2 nə qədər tapmışdım? 20 mol. 20 molundan, elə rahat yoldaşlar, 2 molundan 1 mol bundan, 1 mol bundan alınırsa, 20 molundan da deməli 10 mol bundan alınacaq, 10 mol da bundan. Yəni 10 mol Y, 10 mol Z maddəsi. 73-də sualın düzgün cavabı eləyir B variantı. Davam ilə 74-cü suala. X metalından hazırlanmış hər hansı bir lövhə dəmir 2 nitrat məhlulundan suda asanlıqla saldıqda reaksiya baş verirsə X metal. Yəni yoldaşlar, dəmir 2 nitratdan dəmir çıxardırsa, bu yəni reaksiya baş verirsə, deməli X dəmirdən aktiv metaldır. O da bir dənə maqneziumdur. 74-də sualın düzgün cavabı eləyəcək B variantı. Metalların aktivliyi sırasında lityum, kalium, kalsium, natrium, maqnezium, alüminium, manqan, sim, xrom, dəmir, kobalt, nikel, qalay, qurşun, hidrogen, mis, civə, gümüş, platin, arium. Bu sıralamanı əzbərləyin uşaqlar. Mütləq sizə lazım olacaq. Gələk ekran kaydı bəlgə edir. 75-ci suala baxaq. Hansı maddələrin suda məhlulu lakmus rəngini göyərdir? Yəni yoldaşlar, əsası xassəlidir. Əsası xassəli maddələr olmalıdır. Biri 2-dir. Qüvvətli əsas zəif turşu, biri 5-dir. Qüvvətli əsas zəif turşu, biri də 6-dır. 2-dir, 5-dir, 6-dır. Sualın düzgün cavabı 75-də eləyəcək B variantı. 11 qram karbon qazında neçə molekul var? Yoldaşlar, karbon qazının 44 qramında (2 vurulsun 10 üstü 23 sayda molekuldursa, aydındır ki, 11 qramında eləyəcək X 4 dəfə azalt, 2-nin 4-ə böləndə 1,505 eləyəcək. 76-da cavab D variantı. Keçək 77-ci suala. Alüminium H-klor məhlulu. Yoldaşlar, heç reaksiya yazmağa ehtiyac yoxdur. Alüminiumdan alınır hidrogen. Alüminium 1 molundan 1,5 mol. Yəni metalın valentinin yarısı qədər hidrogen alınır. İndi X qram alüminiuma 0,5 mol hidrogen isə alüminium özü 27 qramdır. 27 qramda nə qədər alınır? 1,5. Buradan X hesablasaq, X bərabərdir 3-ə böl da, 1,5 3-ə böl, 27-ni 3-ə bölsək 9. Sualın düzgün cavabı eləyəcək 77-də D variantı. Hansı maddələrin qatı sulfat ilə qızdırıldıqda propen, yəni yoldaşlar, alken almaq olar. Propanol 1, propanol 2, propen almaq olar. Hansı maddələrin qatı sulfat ilə qızdırıldıqda alken almaq olar. Yoldaşlar, elə propanol 1 ilə propanol 2-dir da, yəni hər ikisindən. Spirtdir, spirt CH2 qat rabitə, üzr istəyirəm, silim. Elə propanol 1 ilə propanol 2, bax, CH2, OH, CH2, CH3. Bu propanol 1-dir. Propanol 2 olanda da OH bura düşür, yenə fərq yoxdur. Hər ikisindən propen alınacaq. Sualın düzgün cavabı 78-də eləyəcək Y variantı. Keçək 79-cu suala. Hansı maddə qatı sulfat türküsünə reaksiya daxil olmur? Qatı sulfat türküsünə reaksiya daxil olmur. Elə cavab 79-da gözə görünür C variantı. Məsələn, yoldaşlar,
Metilamin əsas xəstə maddə sulfat turşuna reaksiya daxil olur. Amonyak sulfatla reaksiya daxil olur. Metilamin sulfatla reaksiya daxil olur. Amonyak sulfatla reaksiya daxil olur. 79-a cavab qalır C variantı. Doğru ifadələr. Natrium OH-ın suda məhlulu. Natrium OH həll olan maddədir. Onun suda məhlulu homogen qarışıq, yəni həqiqi məhlul verir və bir cinsi qarışıqdır. Yəni rotatsiyası qarışıq deyil, heterogen qarışıq deyil. Cavab 2 ilə 4, 80-də eləyəcək C variantı. Deuteriumda proton və neutron. Yoldaşlar, bir dənə proton var, 2-dən də biri çıxırıq, bir dənə də neutron var. Cavab olur 81-də C variantı. 82-ci suala baxaq. Əsas yarımqrup elementləri X və Y xarici elektron təbəqəsindəki elektronların sayı. Yoldaşlar, X nəymişsə, gəl lap istəyirsiniz yazaq. 1s2, 2s2, 2p6 və 3s2, 3p'si 0. Heç p-ni yazmağa ehtiyac yoxdur. Bu neçə? 12 element. Yoldaşlar, bu 12-dirsə 3.3s2. Üçüncü dövr ikinci qrup elementidir. Yəni 2 valentli. Bu aydındır ki, maqneziumdur. Sonra Y-ə gəlin bir dənə baxaq. 1s2, 2s2, 2p6, 3s2, 3p5. Yoldaşlar, üçüncü dövr, 7-ci qrupun əsas yarımqrup elementi xlordur. Bu da 7-ci qrupda yerləşəcək. 6, 7, 7-dən də 8-i çıxarıq 1. Yəni mənfi 1 oksidləşmə dərəcəsi. Onda X, Y, X deməli müsbət 2, bu oldu mənfi 1. Deməli X, Y 2 olacaq. 1 molunda neçə elektron var? Yoldaşlar, X-in elektron sayı nəyə bərabərdir? 12-yə. Və buradan atomlar cəmini hesablasaz neçədir? 12. Üzərinə gəlsin. Y hesablasaz 17. Yəni xlordur. 2 vurulsun 17. 34 üzərinə gəlsin 12. O delədir 46. Sualın düzgün cavabı 82-də eləyəcək B variantı. Gələk 83-cü suala. Eyni kütlədə götürülmüş kalium 2 silisium O3 və kalium hidrokarbonat. Onsuz da bunların kütlələri bərabərdirmi, yoxsa yox? Ml kalium karbonat 100. Kalium karbonatın 100 olduğunu bilirdik. Kalium silikatı hesablayaraq, metasilikatı. Eyni kütlədə götürülmüş. Bu qədər çözərdilməsinə bu qədər. Gəlin bir dənə çözərdək. Buradan, diqqətli olaq yoldaşlar, bizdən başqa şey soruşur. Və bunun parçalanmasından aydındır ki, yox, bu parçalanmır. Kalium metasilikat parçalanmır. Amma kalium çözərdilmə nədir? Bunun parçalanması. Kalium hidrokarbonat, kalium 2CO3, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Onda bura bir 2 yazacağıq. Oksigen 6, oksigen 6 düzəldi. 22.4 litr qaz. 22.4 litr qaz bunun X-ından əmələ gəlirsə, 2 vurulsun 100-ə də elə 22.4 litr qaz əmələ gəlir. Onda X bərabərdir. Sadəcə olaraq nə eləyir? Deməli, eyni kütlədə götürülmüş. Dəyişməyib də 200 qram. Deməli, yoldaşlar, X burada 200 qram imiş. Deməli, başlanğıcda bizim nə qədər kalium hidrokarbonatımız var imiş? 200 qram kalium hidrokarbonat. Hə, bizə verib eyni kütlə. Deməli, bu da 200 qramdır. Bizə nəyi soruşur? İlkin qarışıq, yəni ikisi bir yerdə. 400 qram bizim əlimizdə ilkin qarışıq var imiş. 84-cü sual. Oksigenə görə sürəti bu olan reaksiyanı. Yoldaşlar, bu sınaq ilə keçənin sınağı ilə demək olar ki, eynidir suallar. Oksigenə görə sürəti 0,1-dirsə, oksigen bizim başlanğıc maddəmiz. Yəni, V bərabərdir C1 minus C2 bölünsün, delta T ilə hesablaya bilərik. Aha. İndi, oksigenə görə sürəti 0,1 bərabər olan reaksiyasında oksigenin başlanğıc qatlığı, oksigenin başlanğıc qatlığı 2-dir. Yəni, C1-i 2-dir, minus C2, 5 saniyədə verib bizə. Onda 2 minus C2 bərabərdir 0,2-yə, buradan C2 bərabərdir 1,8-ə. Davam eləyək. Yoxsa yox. 1,8 niyə uşaqlar? 0,1-i 5-ə vuranda 0,5 eləyir. 2-dən də 0,5-i çıxanda 1,5. 1,5-ə bərabər 84-də cavab. Gələk 85-ci suala.
Gümüş 1 nitratın suda məhlulun elektrolizi yazırıq. Gümüş 1 nitrat, argentium NO3. Üzərinə gəlsin H2O. Biraz yorulduq artıq. Üzərinə gəlsin H2O. Suda məhlul elektroliz etdi. Yoldaşlar, katodda nə alınacaq? Gümüş. Anodda nə alınacaq? Oksigen. Məhlulda nə qalacaq? Nitrat turşusu. İndi yoldaşlar, oksigen 2-dir, deməli bura 2 yazdıq. Hidrogen oldu 4, bura 1 4 yazdıq. Azot oldu 4, bura 1 4 yazdıq. Gümüşə də gəldi 1 4 düşdü. Suda məhlulun elektroliz zamanı alınan metal mol miqdarı 8 mol metal, alınan turşunun mol miqdarı 8-ə x-dırsa, 4-ə də 4-dür, deməli onda x ilə bərabərdir 8-ə. 86-cı sual, nədirsə qatıdır və nitratdır, NO2 verir. Hə, vallahi deyirəm, bu 2025 ilə 2026-nın sınaqları eynimiş. Pasiv metallar. Mislə civəni götürəcək. Platina, narium ümumiyyətlə nitrat turşusuna reaksiya daxil olmur. Platina, ariumun ümumiyyətlə biz reaksiyalarından danışmırıq uşaqlar. Yadda saxlayın. Bir dənə ariumda qızıl çar arağı zərhəldə həll olur. Və ya həmçində platin. Cavab olacaq 86-da 1 ilə 4. Keçək 87. Yoldaşlar, oksalat turşusu, valerian turşusu, tereftal turşusu, oksalat turşusu budur. Çaxı oksalat turşusu, COH, COH. İndi baxaq variantlara. Oksalat turşusuna heç bir şey yoxdur burada. Valerian turşusu tərkibində 5 dənə karbon atomu var, doymuş bir əsası karbon turşusudur yoldaşlar. Tereftal turşusu budur. Aromatik 2 əsaslı karbon turşusudur. Onda B hara gələcək? B getdi 1-ə. B valerian, tereftal C getdi 3-ə. Aromatik, yox, amma uşaqlar, aromatik 2 əsaslı turşudur. Onda tereftal da heç birinə götürməyəcəyik. Benzoy turşusu amma uşaqlar, aromatik bir əsaslı turşudur. Benzoyu götürdük bura. Akril turşusu da yoldaşlar doymamış turşudur. Bax budur. CH2, 2 qat rabitə CH, COOH. Akril turşusu. Y də gəldi bura. B, Y, D. Davam edək. Reaksiyanın kinetik tənliyinə əsasən. Gəlin baxaq uşaqlar. 1 və 2-ni hesabını. Təzyiqi 2 dəfə artırdı. Reaksiyanın sürəti neçə dəfə artırdı? Yoldaşlar, P bərabərdir K, V bərabərdir K, P, N2 vurulsun birinci reaksiya üçün. P, H2-nin kubu yazırıq. İkincidə isə V bərabərdir K vurulsun P, NO-nun kvadratı vurulsun P, oksigen. Yoldaşlar, hər ikisində 2 dəfə artırırıqsa reaksiyanın sürəti, azotu 2 dəfə artırdıq oldu 2, hidrogeni 2 dəfə artırdıq 2/3. Deməli, birinci reaksiyada 16 dəfə reaksiyanın sürəti artacaq. İkinci reaksiyada isə deməli NO-nu 2 dəfə artırdıq, oksigeni 2 dəfə artırdıq. İkinci reaksiyada isə 8 dəfə artacaq. X oldu 16, Y oldu 8. Davam edirik 89-cu suala. Deməli, verib ki, SO3, yorulduq, həqiqətən yorulduq. Üzərinə gəlsin su, alınır H2SO4. Kütləsi bu qədər. Alınan məhlulun kütləsi, məhlulda sulfat turşusunun, alınan məhlulun kütləsi, məhlulda sulfat turşusunun kütlə payı. Deməli, yoldaşlar, sudan artıq miqdarda götürmüşük. Sudan, yəni qalıb, hələ sudan qalıb. Birincisi, yoldaşlar, alınan məhlulda sulfat turşusunun kütlə payı. Biz birinci sulfat turşusunu hesablayarıq. Nəyə? Sərf olunan SO3-ə görə. Bax, bunun 80-dən 18 sərf olunanda 98 sulfat turşusu əmələ gəlirsə, SO3-ün nə qədər reaksiya görə? 40 qram. Bunun 40-la sərf olunan suyu nə qədər olacaq? 9 qram su sərf olunacaq, 49 qram da sulfat turşusu əmələ gələcək. Bu, N suyun sərf olunandır, başlanğıc kütləsi deyil. Alınan məhlulun kütləsi. Yoldaşlar, məhlulun kütləsini bir 100% götürsək, bax, M, məhlulun kütləsini bir 100% götürsək, bu məhlulda nə qədər sulfat turşusu alınır? 49 qram. Almış bu 49 qramı da 24,5% götürərik. Sulfat turşusunun kütlə payını verib 24,5%. Buradan N bərabər 49 vurulsun 100 bölünsün 24,5.
Hər tərəfi 10-a vursaq, buranı da 10-a yox. Buranı 10-a vurarıq, buranı da 10-a vursaq bu gedər. 49 ilə bu ixtisar gedər də 5 dəfə. Burada qalar 1, burada qalar 5, 5, 5-ə 1, burada 2, elədi 200. Deməli, yoldaşlar, bizim məhlulumuz m-i buradan tapırıq, m deməli 200-ə bərabər imiş. İndi, başlanğıcda götürülən bizdən suyun miqdarını soruşur. Kütləsi 40-dır. Alınan məhlulun kütləsi 200 qram məhluldur. M-i tapdıq 200, yaxşı. 200 qram məhluldur. Aha, tapdıq, rahat yolda. Şimdi bir dənə diqqətlə baxaq. Əgər burada 200 qram, məhlulu nə əmələ gətirir? Məhlul bərabərdir H2SO4 üzərinə gələnsin su. Eləmi? Mənim bu məhlulumun öz kütləsi 200 qram məhluldur. Eləmi? 200 qram məhlulda tapdıq ki, nə qədər 49 qram sulfat turşusu var. Deməli, onda burada suyun artıq qalanını hesablaya bilərik. Sudan nə qədər artıq qalır? 200-dən 49-u çıxaram. 200-dən 40-ı çıxdım. 160, 151 qram. Deməli, bu məhlulda 151 qram su artıq qalıb. 151 qram su qalıb. Suyun da 9 qramı sərf olunub. 9 qram da sərf olunub. Onda deməli, bizim başlanğıcda suyumuz 160 qram imiş. Onda N-i də tapırıq 160. N bərabərdir 160, N bərabərdir 200-ə. Biraz diqqətli olun, qəşəng suallardır. Gələk 90-cı suala. Verib bizə 2 dənə alkin, molekulda karbon atomlarının sayı, molekulda sigma rabitələrin ümumi sayı. Yoldaşlar, alkin ümumi formulu CN H2-2-dir. Tutaq ki, X alkini üçün bunu götürürük. Y alkini üçün isə karbon atomları bundan bir vahid çox olsun. Yəni, N-in yerinə N+1 yazsaq, CN+1 H 2 vurulsun N+1 minus 2-ni 2N+2 minus 2 kimi yazarıq. Buradan gedər 2N. Deməli, H 2N olacaq. Bunları buradan formulları çıxartdıq. İndi bizə verib yoldaşlar sigma rabitələrin ümumi sayı. Alifatik karbohidrogenlərdə sigma rabitələrin ümumi sayı atomların cəmindən 1 çıxmaqla. Yəni, burada 3N-3 saydadır. Burada da 3N topla 1 minus 1. Yəni, burada da 3N saydadır. Onda bu ikisini götürsək, 3N-3 plus 3N bərabərdir sigma rabitələr 15-ə. Sigma rabitələr 15-ə. Buradan 6N bərabərdir 18-ə. N-i də tapıram. Deməli, N də bərabərdir 3-ə. X-in molyar kütləsi, yəni birincinin molyar kütləsi. Yoldaşlar, X-imiz nədir? C3H4. 12-ni vurdum 3-ə, deməli 36, 36-nı da plus 4, elədi deməli 40. Birinci şərtin cavabı elədi 40. Y-in molekulunda hibrid orbital. Yoldaşlar, bu əgər onda 4 olacaq da, C4H deməli 3 dəfə 2, 6, C4H6. Bu nədir? Alkin. Deməli, CH, 3 qat rabitə C, CH2, CH3. Hibrid orbital. Yoldaşlar, SP hibridləşmə, SP hibridləşmə, SP2 hibridləşmə, üzr istəyirəm, SP3 hibridləşmə, SP3 hibridləşmə. 2 hibrid orbital burada, 2 hibrid orbital burada, 4 hibrid orbital burada, 4 hibrid orbital da burada. 8-in də üstə 4 elədi 12. İkinci şərtdə də cavab elədi 12. 40 və 12. Belə.